İslamofobiya diqqət mərkəzində qərəzin ifşası, stigmaların dağıdılması mövzusunda beynəlxalq tədbir bugün ikinci günlə davam eləyir. Tədbirdə 40-dan çox ölkədən qeyri-hökumət təşkilatının nümayəndələri, alimlər, rəsmi və qeyri-rəsmi şəxslər dəvət olunub. Biz daha ətraflı məlumatı almaq üçün tədbirin təşkilatçılarından biri Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovdan alacaq. Xoş gördük sizi Rəvan müəllim. Tədbirin təşkili barədə sizdən soruşmaq istəyirəm. Gözləntiləriniz yerinə yetdimi? Artıq ikinci gündür tədbir davam eləyir. Sizin də vurğuladığınız kimi 40-dan çox ölkədən çox tanınmış, 120-dən çox tanınmış ekspert, alim, dini rəhbər, beynəlxalq təşkilatların rəhbərləri burada iştirak edirlər. Artıq 3-cü ildə Bakı bu konfransa ev sahibliyi edir və artıq bu konfrans dayanıqlı bir platformaya çevrilir. Özünün himayəçilər şurası formalaşır. Artıq daimi bir əsasla fəaliyyət göstərəcəkdir. Mühüm beynəlxalq təşkilatlar bu konfransa partnyor olmaq istəyirlər. Artıq bu konfransda həm qadın hüquqları, həm gənclərin hüquqları, həm mediada islamofobiya halları, həm süni intellekt məsələsi, həm müxtəlif konkret coğrafiyalarda artan islamofobiya hallarından narahatçılıq məsələləri müzakirə olundu. Amma qərar alındı ki, praktiki addımlar da atılacaqdır. Yalnızca konfransın mahiyyəti bir-birimizi eşitmək, dinləməkdən daha çox müxtəlif layihələr üzrə anlaşmalara gəlindi. Müxtəlif təhsil proqramları həyata keçiriləcəkdir, mübadilə proqramları həyata keçiriləcəkdir. Maliyyə önəmli məsələdir bu işlərdə. Təbii ki, müxtəlif layihələrin icrası baxımından burada iştirak edən çox nüfuzlu təşkilatlar buna dəstək verəcəklərini də bildirdilər. Ona görə də bu konfranslar da öz işini davam etdirməlidir. Ancaq gənclərlə iş, yeni proqramlar, yeni təhsil proqramı, beynəlxalq təşkilatlar, təsisatlarla iş qurulmalıdır. Artıq bir neçə beynəlxalq təşkilatın yanında islamofobiya ilə mübarizə üzrə komissiyalar qurulurlar və bu komissiyaların üzvləri də burada iştirak edirlər və bu koordinasiya düzgün təşkil olunmalıdır. Bu konfransın nəticəsində qəbul olunacaq sənədlər, tövsiyə sənədləri olaraq beynəlxalq təşkilatlara göndəriləcəkdir ki, konkret orada da yazılacaq ki, hansı addımlar atılmalıdır və bizim gözləntilərimiz nələrdir və artıq konfransın saytı formalaşıbdır. O saytda da biz xüsusi detektor, yəni nifrət çağırışları eləyən sosial şəbəkələrdə olan bölümlər, eyni zamanda mediada gedən qərəzli fikirlər hamısı aşkara çıxarılacaq, ictimailəşdiriləcəkdir. Addımlar müxtəlif istiqamətli atılacaqdır, bir istiqamətli atılmayacaq.